Salam, hörmətli tamaşaçılar. GTV-nin efirində hüquq və həyat layihəsinə baxırsınız. Bugünkü hüquq və həyatda çox mühüm bir problemdən, korrupsiyadan danışacağıq. Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunu bugünkü hüquq və həyatın mövzusudur. Bugünkü hüquq və həyatda iştirak edəcək qonaqları təqdim edirəm. Vəkil Rövşən Qasımov, Lənkəran rayon prokurorluğunun köməkçisi Rəşad Tanrıverdiyev, müstəqil hüquqşünas Elçin Ağayev və Beynəlxalq Şəffaflıq Azərbaycan Korrupsiyaya qarşı mübarizə təşkilatının Lənkəran regional mərkəzinin baş hüquqşünası Ehtiram Fəttayev bugünkü verilişimizin qonaqlarıdır. Bir daha sizi salamlayıram, o cümlədən hörmətli auditoriyanı salamlayıram. Mən ilk öncə istərdim, Elçin mənim, sizə ünvanlanım. Ümumiyyətlə, korrupsiya nədir? Və bütövlükdə bu məfhum özündə hansı məsələləri ehtiva edir? Bu barədə zəhmət olmasa. Əvvəla qeyd edeyim ki, qeyd etdiyiniz kimi bugünkü toxunduğunuz bu mövzu çox aktual bir mövzudur, cəmiyyəti düşündürən bir mövzudur. Bundan əlavə, deməli, korrupsiya termini ilə əlaqədar korrupsiya anlayışı ilə bağlı onu göstərə bilərəm ki, korrupsiya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunu vardır, sizə məlum olduğu kimi. Həmin, deməli, qanunun 1-ci maddəsində də nəzərdə tutulub, deməli, korrupsiyanın anlayışı verilmişdir. Korrupsiya vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və ya səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır. Təşəkkür edirik. Rövşən mənim, ümumiyyətlə mən istərdim bir qədər korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanununun təfərrüatlarından bir qədər varaq. İstərdim bir qədər bu barədə tamaşaçılarımıza məlumat verəsiniz. Ümumiyyətlə, bu qanun özündə hansı mühüm məsələləri ehtiva edir? Ümumiyyətlə, Azərbaycan Respublikasında 2004-cü ilin 13 yanvar tarixində Azərbaycan Dövlətinin Prezidenti İlham Əliyev cənablarının imzaladığı sərəncamla bu qanun təsdiq olunub. 2005-ci ilin yanvar ayının 1-dən isə bu qanun demək qanun qüvvəsini alıb. Korrupsiya sözü qədim dünyadan gələn sözdür. Mənası dağıtmaq, məhv etmək, əxlaqsızlıq deyilən deməli, terminlərdən yaranmış bir sözdür. Korrupsiya hal-hazırda Azərbaycanda mühüm aktual problemlərdən biri olmasa da, lakin ölkənin həyatında müəyyən qədər qismən də olsa korrupsiya hallarına rast gəlmək olur. Korrupsiya demək iki hüququ anlayış özündə birləşdirir. Demək, hüququ pozma və hüququn pozmanın qarşısını alma kimi anlayışların özündə birləşdirir. Yəni, hüquq pozma nədir? Müəyyən bir vəzifəli şəxs özünün tutduğu mövqeydən, statusdan və hər hansı bir təsir dairəsində istifadə edir və həmin digər şəxslərdən müəyyən maddi nemətlər, güzəştlər, imtiyazlar əldə edir və müəyyən işləri görür və ya bunun müqabilində fiziki və hüquqi şəxslərdən müəyyən maddi nemətləri, güzəştlər, imtiyazlar alır. Həmin işləri başqasına gördürməyi həyata keçirir. Aydındır. Təşəkkür edirik. Çox sağ olun. Rəşad mənim, ümumiyyətlə, korrupsiya ilə əlaqədar hüquq pozmaların subyektləri kimlər hesab edilir? Aydındır. Korrupsiya ilə əlaqədar hüquq pozmaların subyektləri dedikdə ilk növbədə vəzifəli şəxslər ortaya çıxır. Ancaq bu demək deyil ki, yalnız vəzifəli şəxslər bu cinayətin subyekti hesab oluna bilər. Yəni, söhbət ondan gedir ki, iki tərəf ola bilər. Yəni, korrupsiyanın sırf yaradıcısı və sırf korrupsiyaya məruz qalan tərəf. Yəni, sadə bir nümunə götürək rüşvət. Rüşvət vermə cinayətini. Rüşvət vermə cinayətində rüşvəti alan mütləq vəzifəli şəxs olmalıdır. Ancaq şərt deyil ki, rüşvəti ona verən vəzifəli şəxs olsun. Yəni, sadə bir vətəndaş da bu cinayətin subyektinə çevrilir və birbaşa, eləcə də dolayısı olaraq
Məsəl üçün, ola bilər vasitəçidən istifadə etməklə. Yəni, digər orada cinayətin xüsusiyyətləri var. Yəni, bir sözlə, adi bir vətəndaş da, vəzifəli şəxs olmayan bir vətəndaş da bu cinayətin subyekti ola bilər. Geniş mənada götürsək, korrupsiya qarşı mübarizə haqqında qanunda subyektlərin geniş dairəsi verilir. Demək, bunlar kimlərdir? Seçkili orqanlarda vəzifə tutan şəxslər, eləcə də subyekt kimi təşkilati sərəncam verici, inzibati təsərrüfat funksiyalarına malik olan müəssisə idarə təşkilat rəhbərləri, yerli özünü idarə rəhbərləri, hansı ki, onlar da inzibati təsərrüfat və təşkilati sərəncam verici funksiyanı həyata keçirirlər. Eləcə də korrupsiya qarşı mübarizə haqqında qanunda nəzərdə tutulmuş digər subyektlər deməli, bu cinayətlərin subyekti kimi çıxış edirlər. Aydındır, təşəkkür edirik. Etirəm müəllim, mən istərdim bir qədər sizin fikirlərinizi öyrənəm. Ümumiyyətlə, Beynəlxalq Şəffaflıq Azərbaycan Korrupsiyaya qarşı mübarizə təşkilatı Azərbaycan Respublikasında mövcud olan qanunvericilik çərçivəsində hansı şəffaflıq proqramlarını həyata keçirir və bütövlükdə şəffaflığın təmin edilməsinin əsas üstünlükləri və əsas prioritetləri bugün hansılardır? Çox sağ olun, mən də salamlayıram bütün iştirakçıları. Fəaliyyət göstərdiyim təşkilat hal-hazırda beynəlxalq bir qurumdur və onun Azərbaycanda milli, həmin təşkilata, bizim təşkilata 2001-ci ildə milli bölmə səlahiyyəti verilmişdir. Bizim mütəxəssislər korrupsiyaya qarşı mübarizə haqqında qanuna istinad etdilər, müəyyən məsələlərə aydınlıq gətirdilər, amma digər məsələlər ki var, hansı ki, deməli, həmin qanunvericilik, həmin adını çəkəcəyim strategiyada məhz fəaliyyət göstərdiyimiz təşkilatın adı, yəni fəaliyyət planı xüsusi qeyd olunub. Bilirsiniz ki, korrupsiyaya qarşı mübarizə haqqında qanun qəbul olundu, ondan sonra dövlət proqramı qəbul olundu və dövlət proqramı başa çatandan sonra 2007-2011-ci illərdə zərurətdən irəli gələrək korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya qəbul olundu. Və bu milli strategiyada bir çox, daha doğrusu milli strategiyanın fəaliyyət planında bir çox dövlət, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının fəaliyyət istiqamətləri, əməkdaşlığı öz əksini tapdı. Eyni zamanda yəni nəzər yetirə bilərsiniz milli strategiyada fəaliyyət planında Transparency International təşkilatı xüsusi qeyd olunub. Yəni beynəlxalq təşkilat olaraq Transparency International, yəni Azərbaycan dilində Beynəlxalq Şəffaflıq Azərbaycan təşkilatı deməkdir. Bu təşkilat, bizim təşkilat dövlətlə, xüsusən də korrupsiyaya qarşı mübarizə komissiyası ilə birgə əməkdaşlıq çərçivəsində tədbirlər, maarifləndirmə tədbirləri, fərq eləməz, korrupsiyaya qarşı mübarizə sahəsində müvafiq tədbirlər həyata keçirməlidirlər. Aydındır, təşəkkür edirik. Verilişimizin gedişində daha geniş formatda bu məsələyə biz toxunmağa çalışacağıq. Elçin müəllim, ümumiyyətlə korrupsiyaya qarşı mübarizəni həyata keçirilən orqanlar Azərbaycanda hansılardır və bütövlükdə hansı orqanlar, başqa sözlə, korrupsiyaya qarşı mübarizə səlahiyyətlərinə malikdir? Korrupsiyaya qarşı mübarizəni həyata keçirən orqanlar deməli Azərbaycanda bununla bağlı deməli konkret hüquq mühafizə orqanları vardır ki, bunlar korrupsiyaya qarşı deməli mübarizəni həyata keçirirlər. Son zamanlar deməli son dövrlərdə sizə məlum olduğu kimi Azərbaycan Respublikasında Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən deməli korrupsiyaya qarşı geniş mübarizə tədbirləri həyata keçirilir, ümumiyyətlə prokurorluq orqanları tərəfindən. Bundan başqa deməli korrupsiyaya qarşı mübarizə idarəsi adlanan bir təşkilat da vardır ki, bu da deməli korrupsiyaya qarşı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə ilə məşğul olur. Aydındır. Mən istərdim Elçin müəllimin toxunduğu bir məsələyə bir qədər aydınlıq gətirəsiniz. Ümumiyyətlə belə deyək, korrupsiya halı ilə rastlaşmış və ümumiyyətlə bütövlükdə yəni korrupsiyaya məruz qalan vətəndaş hansı instansiyaya müraciət etməlidir, hansı qaydada bu barədə zəhmət olmasa? Aydındır. İlk növbədə bu sualı biraz ətraflı işıqlandırsaq, yəni nəzərə almaq lazımdır ki, korrupsiyaya qarşı mübarizəni hüquq mühafizə orqanları içərisində konkret olaraq lap dəqiqləşdirsək, prokurorluq sırf əlaqələndirici funksiyanı həyata keçirir və sırf
bu kimi cinayətlərin ibtidai istintaqına aparır. Yekunlaşdırdıqdan sonra ittiham aktı ilə birlikdə müvafiq instansiya məhkəmələrinə göndərir. Prokurorluğun deməli bu kimi cinayətlərlə bağlı ibtidai istintaq aparması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 215.3.1-ci maddəsində qeyd olunub. Hansı ki, prokurorluğa aid olan maddələr içərisində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4-cü bölməsində, dövlət hakimiyyəti əleyhinə olan cinayətlər bölməsinin 33-cü fəslində, deməli, korrupsiya cinayətləri fəsli də demək, prokurorluğun istintaq etdiyi maddələr sırasına aiddir. Prokurorluq tərəfindən bu kimi cinayətlərin istintaqına keçməmişdən qabaq vətəndaş müraciət etdiyi zaman ilk növbədə onun ərizəsinin əsaslı olub-olmaması araşdırılır. Ərizənin əsaslı olub-olmaması material şəklində araşdırılarkən izahatlar, qanunvericiliyə uyğun olaraq vətəndaşın izahatı, eləcə də vətəndaşın göstərdiyi şahidlərin izahatları alınır. Eləcə də zərurət olduqda vətəndaşdan, eləcə də digər təşkilatlardan arayışlar, məktublar, sorğular edilə bilər. Daha sonra əsaslı faktlar ortaya çıxdıqda prokurorluq tərəfindən cinayət işinin başlanması haqqında qərar qəbul edilir və bundan sonra korrupsiya cinayətinin geniş araşdırılmasına başlanılır. Yəni, söhbət ondan gedir ki, cinayət işi başlanmadan bu cinayətlərin istintaqını geniş şəkildə araşdırmaq mümkün deyil. Ona görə faktın, ərizənin əsaslı olduğu sübuta yetirildikdə cinayət işi şəklində istintaq olunan korrupsiya cinayəti ətraflı araşdırılır və burada digər şəxslərin olub-olmaması, eləcə də həmin cinayətdən doğan digər bir cinayətlərin törədilib-törədilməməsi araşdırılır və istintaq olunur. Təşəkkür edirik. Rövşən müəllim, mən istərdim çox mühüm bir məsələyə sizin diqqətinizi yönəldim. Ümumiyyətlə, mövcud qanunvericiliyə əsasən vəzifəli şəxslər özü haqqında hansı məlumatları korrupsiyaya qarşı mübarizə komissiyasına təqdim etməlidir? Elnur müəllim, icazə versəydiniz bu öncəki sualı biraz mən əlavələr eləyim. Çünki bizim tamaşaçıların buna çox böyük ehtiyacı var. 2004-cü il mart ayının 3-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 114 nömrəli sərəncamı verildi. Həmin sərəncamla Azərbaycan Respublikası Baş Prokurorluğunun tərkibində korrupsiya ilə mübarizə idarəsi yaradıldı. O idarənin yaradılmasının əsas məqsədi nə idi? Deməli, korrupsiyaya aid cinayətlərin istintaq aidiyyatı var. Həmin istintaq aidiyyatı Azərbaycan Respublikası Baş Prokurorluğu yanında korrupsiya ilə demək ki, mübarizə idarəsi aparır. Və həmin cinayətlərin də aparılmasına mən istəyirəm televiziya tamaşaçıları daha çox aydın məlumat alsın. Rüşvət vermə məhfumu, yəni rüşvət vermə məhfumu bəzən bizim vətəndaşlar elə bilirlər ki, rüşvət verdi və bu bir növ cinayət törədi. Xeyr, elə deyil. Rüşvət vermə əgər vəzifəli şəxsin hədə qorxularının təsiri altında vətəndaş aparıb həmin vəzifəli şəxsə rüşvət verirsə və bu barədə müvafiq olaraq rüşvət verəndən sonra məsələn, Respublika Baş Prokurorluğunun korrupsiya qarşı mübarizə idarəsinə ərizə ilə müraciət eləyirsə ki, müəyyən bir işi görəndən mən məcbur olmuşam, başqa yolum yoxdur və ona görə də mən rüşvət vermişəm. Həmin şəxs rüşvət vermə cinayətinin maddəsinin sanksiyası altına düşmür və o həmin məsuliyyətdən azad olunur. Rüşvət vermə anlayışının araşdırması çox mürəkkəb bir prosesdir. Həmin proses nədən ibarətdir? Rüşvət verənlə rüşvət alanın arasında üçüncü bir vasitəçi olmur. Yəni, o cinayətin çox gərgin əməyin bahasına meydana gəlir və orada şahidlərin toplanması bir növ subyektiv fikirlərə əsaslanır. Yəni, rüşvət verənlə rüşvət alanın arasında üçüncü şahid heç vaxt mövcud olmur. Ona görə mənim tamaşaçılara müraciət edirəm ki, hər hansı bir məcburiyyət qarşısında qalıb, hər hansı bir vəzifəli şəxsə rüşvət verən şəxs, əgər özü gedib müraciət eləsə, məsələn üçün mən məcbur olub rüşvət vermişəm, həmin şəxs rüşvət vermə 312-ci maddədə səhv eləmirəmsə, həmin maddənin məsuliyyətindən azad olunur. Həmin maddənin altında da çox aydın yazılır. Yazılır ki, rüşvət verən şəxs
əgər rüşvəti hədə-qorxu nəticəsində verirsə və bunun müqabilində gedib şikayət eləyirsə, həmin maddənin sanksiyasının təsir cəzadan azad olunur. Maliyyə mənbələri nədir? Birinci, odur ki, həmin şəxsin əldə elədiyi kənar qazanclar haradan, nətər, necə gəlir, onu verməlidir. Və 5000-dən artıq bankda 5000 manatdan artıq. Manatdan artıq bankda əmanəti olarsa, o barədə məlumat verməlidir. 1000 manatdan artıq hər hansı bir şəxs və orqanının qarşısında öhdəliyi varsa, o barədə məlumat verməlidir. Əgər həmin şəxsin şirkətləri varsa, həmin şəxs digər şirkətlərlə əlaqədar qazanc əldə eləyirsə, həmin qazanc barədə məlumat verməlidir. Həmin vəzifəli şəxslərin bu qazancları barədə məlumat verməməsi onların intizam deyilən, onlar barədə intizam deyən tədbirlər görülür və indi o barədə ətraflı suallar olursa danışalım. Təşəkkür edirəm. Edirəm müəllim, ümumiyyətlə necə hesab edirsiniz? Yəni, bugün Respublikada korrupsiyaya qarşı mübarizə, bütövlükdə şəffaflıqla bağlı real vəziyyət nədən ibarətdir sizcə? Respublikamızda kifayət qədər təkmilləşdirilmiş qanunvericiliklər var. Və bugün də həmin qanunvericiliklər əlavə dəyişikliklərlə getdikcə təkmilləşir. Bu da təbii ki, cəmiyyətin inkişafına, dövlətin inkişafına, mənafeyinə, şəffaflığın artırılmasına xidmət edir. Amma mübarizə tədbirlərinə gəlincə, bilirsiniz, korrupsiyaya qarşı mübarizə üzrə milli strategiyada belə bir fenomen var. Korrupsiya fenomeni də belə bir mülahizələr var. Orada göstərir ki, korrupsiyadan tam azad olan ölkə yoxdur. Və korrupsiyaya tam məhkum olan ölkə də yoxdur. Və eyni zamanda orada belə bir, xüsusən hansı ki sualıza gəlirəm, orada qeyd olunur ki, korrupsiyaya qarşı mübarizədə həm dövlət, həm də ictimaiyyət maraqlı olmalıdır. Dövlət öz növbəsində, qanunvericilik çərçivəsində istər maarifləndirmə tədbirləri, istərsə də hüquq mühafizə orqanları vasitəsilə mübarizə tədbirlərini həyata keçirirsə, bu korrupsiyanın tam aradan qaldırılmasına xidmət etmir. Hardasa xidmət edir, bəli, bu əsas şərtdir, vacibdir və dövlət öz üzərinə düşəni eləyir. Amma əsas məsələ ondan ibarətdir ki, bu məsələdə ictimaiyyət, vətəndaş özü maraqlı olmalıdır. İctimaiyyət maraqlı olmalıdır. Bunun üçün də ictimaiyyətin maraqlı olması üçün, bu mübarizə tədbirlərinə qoşulması üçün ictimaiyyətlə insanlar arasında maarifləndirmə tədbirləri gücləndirilməlidir. Dövlət nəzarəti gücləndirilməlidir və hesab edirəm ki, bu günləri, konkret olaraq bildirmək istəyirəm ki, bu günləri dövlət üzərinə düşən müvafiq tədbirləri həyata keçirilir, vətəndaşın müraciətlərinə qanun çərçivəsində baxılır, korrupsiyaya uğramış şəxslə bağlı konkret cinayət tərkibi mövcud olursa, onunla bağlı hüquq mühafizə orqanları, Respublika prokurorluğu, rayon prokurorları məşğul olurlar. Amma yenə bildirmək istəyirəm ki, vətəndaşlar da, ictimaiyyət də özlərinə düşən lazım olan məsələlərdə aktiv olmalıdır. Təşəkkür edirik. Hörmətli auditoriya, mövzumuzla bağlı sual olan varmı? Buyurun, özünüzü təqdim edin, xahiş edirəm. Sizlər öz təşəkkürümü bildirirəm. Elə hesab edirəm ki, bu məsələ həqiqətən də bugün çox aktual məsələdir. Bugünkü Azərbaycan cəmiyyətini maraqlandıran məsələdir. Sualım isə belədir ki, qonaqlarımız dedi ki, öz fikirlərində dedi, 2004-cü ildə Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə şöbələri yaradılıb. Mən bilmək istəyərdim ki, bu şöbənin həyata keçirdiyi fəaliyyət hansı, nədən ibarətdir? Bunun gördüyü tədbirlər nədən ibarətdir? Çox sağ olun. Müşəmməm, siz qeyd elədiniz səhv olmasa, buyurun zəhmət olmasa. Siz deməli 2004-cü il oktyabr ayının 3-də Azərbaycan Respublikası Prezidenti 114 nömrəli sərəncam imzaladı və 28 oktyabr 2004-cü il tarixdə həmin demək Respublika Prokurorluğunun nəzdində Korrupsiya qarşı mübarizə idarəsinin əsasnaməsini təsdiq etdi. Həmin idarənin yaradılmasında məqsəd nə idi? Həmin idarənin yaradılmasında məqsəd Azərbaycan cəmiyyətində şəffaflığın artırılması, demək, dövlət qulluğuna götürülmələr barədə Azərbaycan vətəndaşlarının həvəsləndirilməsi, eyni zamanda baş verə biləcək korrupsiya cinayətlərinin qarşısını qabaqcana almaq, baş vermiş korrupsiya cinayətlərinin obyektiv araşdırılması və onun nəticəsində dövlətə hər hansı bir şəxsə dəymiş maddi ziyanın ödənilməsini təmin etmək, istintaqı tam obyektiv qaydada aparmaq. Yəni, bugün korrupsiya hər bir dövləti daxildən yeyən bir necə də parazit kimi qeyd edilən. Heç bir qüvvə o dövləti dağıda bilməz, demək, korrupsiyadan başqa. Əgər o dövlətdə korrupsiyaya qoşulmuş dövlət məmurları
həddindən artıq çox üstünlük təşkil eləyərsə, həmin cəmiyyət məhvə məhkumdur. Prezidentin bu sərəncamı da onunla bağlıdır ki, Azərbaycanda rüşvət halında olmağa çalışan korrupsiya hallarının qarşısını elə rüşvət halında alıb məhv eləmək, inkişafına şərait yaratmaq. Çox sağ olun, təşəkkür Əlavə edirik. bir məsələni də mən qeyd edeyim ki, burada qeyd elədik biz orqanları. Lap başdan biz qeyd eləməliyik korrupsiyaya qarşı mübarizə komissiyasını. Deməli, korrupsiyaya qarşı mübarizə haqqında qanunda da qeyd olunur korrupsiyaya qarşı mübarizə komissiyası. Deməli, bu komissiya 15 nəfərlik üzvdən ibarətdir. Hansı ki, 5 nəfəri Milli Məclis, 5 nəfərini Prezident, 5 nəfərini də Konstitusiya Məhkəməsi təyin edir. Bu komissiya, deməli, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinə 6 aydan bir hesabat verir. Yəni, ölkə ərazisində korrupsiya cinayətlərinə dair statistik məlumatlar, görülmüş tədbirlər, cəlb edilmiş təqsirlənən şəxslərinin sayı, bütövlükdə, yəni ki, bütün xırdalıqlara qədər, yəni ki, ümumi rəhbərliyi həyata keçirilir. Digər bir tərəfdən, burada qeyd olundu Baş Prokuror yanında korrupsiya, yəni o idarənin tam dəqiq adı Azərbaycan Respublikası Baş Prokurorunun yanında korrupsiyaya qarşı mübarizə idarəsi. Bu orqan yaradılması o demək deyil ki, müvafiq rayon prokurorluqları korrupsiya cinayətlərinə baxmırlar. Mən yəni burada bir açıqlamanı verim. Burada söhbət ondan gedir ki, bu idarənin yaradılması korrupsiyaya qarşı daha mütəşəkkil, daha təkmil, daha geniş, miqyaslı bir mərkəzi aparatın yaradılması, yəni ki, korrupsiyaya qarşı mübarizə sahəsində dövlətin gördüyü tədbirlərin ən bariz nümunələrindən biridir. Yəni ki, rayon prokurorluqları da bu sahədə öz işlərini görür, bu sahələrdə istintaq aparır, araşdırmaları aparır. Aydınlaşır mən. Zərurət olduqda korrupsiyaya qarşı mübarizə idarəsi də öz addımlarını atır. Təşəkkür edirik. Qısa reklam fasiləsi olmalıdır və qısa reklam fasiləsindən sonra hüquq və həyatın bugünkü mövzusu davam etdiriləcək. Hədiyyə almaq gözəldir. Hədiyyə etmək ondan da gözəldir. Bu bahar öz sevgi və xoş arzularınızı bütün dost və yaxınlarınıza bağışlayın. Narmobile'dan Ünsiyyət Baharı kampaniyası. Ölkə daxili 50 dəqiqə və 50 SMS cəmi 3 manata. Narmobile. WorldMed Tibb Mərkəzi və Almaniyanın Ebersberg xəstəxanasının əməkdaşlığına əsasən Almaniyanın Cərrahiyyə Mərkəzinin müdiri, ümumi cərrah professor Dostal 3 ay ərzində qalxana bənzər vəzin üzərində cərrahi əməliyyatlar keçirəcək və fərdi konsultasiyalarını aparacaq. Əlaqə telefonları 012 510 34 74, 012 510 34 00 və 050 245 17 05. Təsəvvür edin ki, Azərbaycanda bütün qiymətlər turlarla əvəz olundu. Siz nəsə başa düşəcəksiniz? Bu turlar sizi o qədər çaşdıracaq ki, siz artıq nəyə görə və nə qədər ödəyəcəyinizi bilməyəcəksiniz. Narmobile'da hər şey olduqca asandır. Manat-manatdır, qəpi-qəpidir, hesablanma şəffafdır. Xərclərinizdən həmişə xəbərdar olun. Narmobile. Hörmətli tamaşaçılar, bir daha xatırladım ki, siz GTV-nin efirində hüquq və həyat layihəsinə baxırsınız. Bugünkü hüquq və həyatda korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunundan danışırıq. Elçin, mən istərdim bir məsələyə sizin diqqətinizi yönəldim. Ümumiyyətlə, mövcud qanunvericiliyə görə hədiyyə alma ilə bağlı hansı məhdudiyyətlər mövcuddur və bütövlükdə, belə deyək, dövlət qulluğunda çalışan məmur, hər hansı bir məmur hədiyyə ala bilərmi və bu hədiyyənin miqdarı mövcud qanunvericiliklə tənzimlənirmi? Deməli, sualınızın cavabı olaraq
bildirmək istəyirəm ki, deməli, qeyd etdiyimiz qanunun 8-ci maddəsi hədiyyə alma ilə əlaqədar məhdudiyyətləri təsbit edir. 8.1-ci maddədə bir mənalı şəkildə qeyd edilmişdir ki, vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin səlahiyyətlərinin icrası ilə əlaqədar dəyəri şərti maliyyə vahidinin 50 mislindən yuxarı olan hədiyyələr şəxsin xidməti vəzifəsini, səlahiyyətlərini həyata keçirdiyi dövlət orqanına və ya yerli özünü idarə etmə orqanına məxsus hesab edilir. Alınmış hədiyyə şəxsi istifadə üçün nəzərdə tutulmuşdursa, hədiyyə alan şəxs onun dəyərinin göstərilən həddən artıq hissəsini xidməti vəzifəsini, səlahiyyətlərini həyata keçirdiyi dövlət orqanına və yerli özünü idarə etmə orqanına ödəmə şərti ilə bu hədiyyəni əldə edə bilər. Təşəkkür edirik, çox sağ olun. Hörmətli auditoriya, mövzumuzla bağlı sualı olan var mı? Buyurun, mövzu təqdim edin. Elgin Əhədov, belə bir sual vermək istəyirəm. Korrupsiya zamanı daha çox məsuliyyət kimin üzərinə düşür? Rüşvəti alanın, yoxsa rüşvət verənin? Həmçinin bu zaman təqsirləndirilən şəxs hər hansı bir cərimə ilə, yoxsa bir cinayət işi ilə günahı olur? Yəni, sizə sadə bir dildə deyək, sadə bir şəkildə, yəni başa. Deməli, rüşvət alma cinayəti var, rüşvət vermə. Aktiv rüşvətxorluq, pasiv rüşvətxorluq. Hər ikisi məsuliyyət daşıyır. Rüşvət alma 8 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutursa, rüşvət vermə 5 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutur. Yəni, fərq etməz, aralarında 3 il fərq var. Hər ikisi cinayətdir. Hər ikisi özü-özlüyündən müəyyən mənada cəmiyyət üçün təhlükəlidir. Yəni, siz bilməm, indi orada nəyi nəzərdə tutursunuz? Rüşvət alan məsuliyyət daşıyırsa, rüşvət verənə bəraət qazandırmaq lazımdır. Düzdür, Bəxtiyar Rövşən müəllim dedi, düzdür, qanunvericilikdə də var o məsələ. Ancaq o istisna haldır. Rüşvət verən o halda məsuliyyətdən azad olunur ki, o vaxtında hüquq mühafizə orqanına gəlib deyir ki, mən filan təsir altına apardım, verdim onu. Yoxsa ki, rüşvəti versin, işini düzəltsin, düzsün, qoşsun, sonra da pulunu geri almaqdan ötürü yalandan geçsin, desin ki, bəs mən ona pul vermişəm, belə, elə 1 manat veribsə, 5 manat da desin ki, vermişəm. Onu əlbəttə ki, biz məsuliyyətdən azad eləməyəcəyik. Yəni, bu kimi xüsusiyyətlər var, bu kimi xırdalıqlar var, bunları nəzərə almaq lazımdır. Əlavəniz var mı Elçin? Buyurun. Rəşad mənim çox gözəl qeyd elədi, əlavə yer qoymadı. Sadəcə qısa və konkret, lakanik olaraq sizin sualınıza mən cavab vermək istəyirəm ki, siz deməli, bilmək istəyirsiniz ki, kimin daha çox məsuliyyəti var, belə deyək. Qanunvericilikdə deməli, rüşvət alanın məsuliyyəti daha yüksəkdir. Yəni, qeyd etdiyimiz kimi, korrupsiya haqqında, qarşı mübarizə haqqında qanunda da göstərildiyi kimi, deməli, burada rüşvət alan şəxs, vəzifəli şəxsdir, deməli, etimad göstərilən bir şəxsdir, dövlət qulluğunda çalışan şəxsdir. Rüşvət verən şəxs, yəni qeyd eləmək istəyirəm, Rəşad mənim qeyd elədi, deməli, 312-ci maddənin subyektidir. Əgər o vaxtında məcburiyyət qarşısında qalaraq deməli, rüşvət vermişdirsə, özündən asılı olmayan, iradəsindən asılı olmayan səbəblərdən rüşvət vermişdirsə, məcburiyyət qarşısında, sonradan vaxtında gedib aidiyyatı orqana müraciət etmişdirsə, o deməli, cinayət məsuliyyətindən azad olunur. Elə bu səbəbdən də deməli, onun məsuliyyəti rüşvət alana nisbətdə azdır. Ümumiyyətlə, qeyd elədiniz ki, yəni, əsasən, belə deyək, rüşvət, ümumiyyətlə, korrupsiyalı ilə bağlı daha çox vəzifəli şəxslər, belə deyək, nəzərdə tutulur. Ümumiyyətlə, hüquqi və fiziki şəxslər necə? Yəni, onlar da, yəni, belə deyək, korrupsiya halının subyekti kimi çıxış edə bilərmi? Bəli, fiziki və hüquqi şəxslər də, deməli, mülki hüquqi əqdlərin bağlanması və onların icrası zamanı vəzifəli şəxslər tərəfindən xidməti fəaliyyətlə əlaqədar olaraq hər hansı güzəştlərin və ya imtiyazların əldə edilməsi ilə bağlı subyektə çevrilə bilər. Çox sağ olun. Əlavə olaraq mən bir məsələni qeyd edeyim ki, bu subyekt məsələsini deyirsiniz. Burada da yenə də bir dənə xırdalığa varmaq lazımdır. Məsuliyyət məsələsi hüquqi şəxslərin cinayət məsuliyyətində istisna olunur. Yəni ki, onlar burada biz əsas geniş auditoriya onu bilir ki, məsuliyyət dedikdə əksəriyyət burada cinayət məsuliyyətindən nəzərdə tutur. Yəni ki, hüquqi şəxslər digər məsuliyyətləri
məruz qala bilərlər cinayət məsuliyyətindən savayı, mülki hüquqi, inzibati, digər məsuliyyətlər. Yəni bu da bizim cinayət qanunvericiliyimizin müddəalarından irəli gəlir. Yəni ki, cinayət qanunvericiliyi müddəalarına görə subyekt yalnız fiziki şəxs ola bilər. Təşəkkür edirik. Mən bir əlavə eləyim, üzr istəyirəm. Hüquqi şəxslərin demək ki, onlara cərimə cəzası verilir. Bir də onların fəaliyyətinə xitam verilir. Korrupsiya cinayəti hüquqi şəxslər barədə bunu nəzərdə tutulur. Hədiyyə almaq hər hansı bir bələdiyyənin sədri öz vəzifəsini icra eləmək məqsədi ilə hər hansı bir ərazidə gedib çıxış eləyirsə, həmin ərazinin əhalisi öz adından həmin bələdiyyənin sədrinə müəyyən bir xalçamı deyək, televizordumu deyək, hər hansı bir məişət əşyada hədiyyə verir. Və bu söhbət onun vəzifəsini icra eləyəndən gedir. Yəni o orada öz vəzifəsini icra eləyir. Ancaq bu o demək deyil ki, bələdiyyənin sədri istədiyi vaxt və hər hansı bir hüquq mühafizə orqanı sədri istədiyi vaxt 50 manata qədər rüşvət ala bilər. Xeyr, o rüşvət deyil. Rüşvət təmiz başqa anlayışdır. Deməli, öz vəzifəsini icra eləyir. O bələdiyyənin sədri, hər hansı bir şəxs gəlib həmin bələdiyyənin sədrinə müəyyən torpaq sahəsinin alması üçün müraciət eləyibsə, ondan 50 qəpik də alırsa, o rüşvətdir. Yəni, o artıq orada vəzifəsini icra eləmir. Sırf öz iş fəaliyyətini görür. Yəni, vətəndaşlarımız hədiyyə deyəndə başa düşsünlər ki, hədiyyə nədir, rüşvət nədir? Hədiyyə vəzifəsini icra eləyir. Yəni ki, qanunda yazılır ki, bir şəxs bir il ərzində bir dəfə hədiyyə ala bilər. Onu da diqqətlə varmaq lazımdır. Bir şəxs bir nəfərdən bir il ərzində hədiyyə ala bilər. Məsələn, bələdiyyənin sədri eyni gündə bir 6-7 bir rayonun 6-7 hissəsində yığıncaqlarda iştirak eləyirsə, yerli üzvlərdən ona hədiyyə verilirsə, yəni həmin hədiyyə bələdiyyənin hesabına keçirilir. Yəni bunu başa düşsünlər. Hədiyyə başqa şeydir, rüşvət başqa şeydir. Aydındır. Sualı olan varmı? Buyurun, zəhmət olmasa, buyurun Ehtiram müəllim. Mən təbii ki, yoldaşlarım fikirlərinə əlavə nə də ki, hansı bir təşkil etmə fikrim yoxdur. Sadəcə olaraq bir məsələyə də istəyirəm, bir aydınlıq gətirəm. Bəzən ictimaiyyət tərəfindən belə qəbul olunur korrupsiya, rüşvət. Kimdən soruşsan korrupsiya nədir? Anlayışına gəlir, deyir, qayıdıb cavab verir ki, rüşvətdir. Düzdür, rüşvət korrupsiyanın bir növüdür. Amma korrupsiya rüşvət deyil. Korrupsiya anlayışı çox geniş bir anlayışdır. Korrupsiyanın növlərinə nəzər yetirəndə bir çox növləri var, yoldaşlar bilir. Məsələn, rüşvət düzdür, korrupsiyanın bir növüdür və ən böyük aktual olan, ən problemli bir növüdür. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə korrupsiyanın növlərinə daxildir. Vəzifə saxtakarlığı korrupsiyanın növlərinə daxildir. Nüfuz alveri, belə bir anlayış var qanunvericiliyə daxil olub. Yəni, hansı vəzifəli şəxs nüfuzundan istifadə edir, digər vəzifəli şəxsdən korrupsiya əlaqələrine girir. Yəni, bunun özü korrupsiyanın növlərinə daxildir. Və s. və ilə axır. Yəni, bu gün vəzifəli şəxs qanuna zid olaraq öz mövqeyindən, mənafeyindən istifadə edib qanun pozuntusu törədirsə, vətəndaşların hüquq və azadlıqlarını pozursa, bu korrupsiyaya söykənir. Bunu bilmək, çox sağ olun. Təşəkkür edirik. Verilişimizin bu məqamında etməm, çox üzr istəyirəm. Əməkdaşlarımız mövzumuzla bağlı sujet hazırlayıb. Mən istərdim ki, hörmətli tamaşaçılar və hörmətli auditoriyada olan qonaqlar həmin sujetə baxsınlar və daha sonra mövzumuzu davam etdirək. Gəl. Salam. Salam. Bilirsiniz, bu sənədlə bağlı gəlmiş. Hansı sənəd? Bugün gəlmişdimi? Hə, bildim. Ax, mən sənə dedim, o sənəd alınan iş deyil. Yüz vurma da. Bax, bu başqa məsələ. Ver indi o sənədləri, hamısını imzalayaq. Buyur. Sağ olun. Çox sağ olun, yenə gözləyim.
Bəli. Bir çay gətir görüm oradan. Hörmətli tamaşaçılar, bir daha xatırladım ki, siz GTV-nin efirində hüquq və həyat layihəsinə baxırsınız. Bugünkü hüquq və həyatda korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunundan danışırıq. Hörmətli ekspertlər, mən istərdim yəni əməkdaşlarımızın hazırladığı sujetlə bağlı sizin fikirlərinizi öyrənək. Elçin müəllim, zəhmət olmasa buyurun. Ümumiyyətlə, belə deyək, verilən rüşvətin, verilən belə deyək, pulun məbləği qanunvericilikdə nəzərdə tutulan belə deyək, cəzanın müddətini və ya cəzanın ağırlığına təsir edə bilirmi? Rəşad mənim bayaq bir mövzuya toxundu, qeyd elədi. Deməli, korrupsiya ilə qədər mülki hüquq məsuliyyəti haqqında. Deməli, bu çox önəmli mövzulardan biridir. Deməli, korrupsiya ilə qədər mülki hüquq məsuliyyəti haqqında konvensiya var. Avropa Şurasının, deməli, 4 noyabr 1999-cu il tarixdə Avropa Şurasına üzv olan dövlətlərin və hökumətlərin başçılarının Strasburqda 97-ci ilin oktyabr ayında keçirdikləri ikinci görüşdə qəbul etdikləri yekun bəyannamə və deməli fəaliyyət planını yada salaraq deməli bu deməli konvensiya qəbul edilib. Həmin Avropa Şurasının korrupsiya ilə qədər mülki hüquq məsuliyyəti haqqında konvensiyanın tətbiq edilməsi barəsində də Azərbaycan Respublikasının qanunu var. Bayaq onu qeyd etdim, mən deməli onu yadda saxlamışdım. Deməli Azərbaycan Respublikasının prezidenti hörmətli İlham Əliyev cənablarının təsdiq etdiyi o 2003-cü ilin 30 dekabrında təsdiq etdiyi deməli bu deməli qanun həmin konvensiyanın tələblərinə müvafiq şəkildə hazırlanmışdır və orada deməli məqsəd deməli konvensiyanın özünün də deməli birinci maddəsində məqsəd bölməsi var, adı məqsəddir. Hər bir tərəf özünün daxili hüququnda korrupsiya aktları nəticəsində zərər çəkən şəxslərə öz hüquq və maraqlarını müdafiə etməyə imkan verən, o cümlədən dəymiş zərərə görə kompensasiya almağı mümkün edən səmərəli hüquqi müdafiə vasitələrini nəzərdə tutur. Bu çox deməli maraqlı bir mövzudur. Yəni korrupsiya ilə bilavasitə əlaqəli olan bir mövzudur. Aydındır. Elçin müəllim, istərdim bir qədər az öncə səsləndirdiyim suala da fikrinizi öyrənək. Ümumiyyətlə, necə hesab edirsiniz? Mövcud qanunvericilikdə verilən rüşvətin məbləği qanunvericilikdə nəzərdə tutulurmu ki, yəni məsuliyyəti, cinayət məsuliyyətini, ümumiyyətlə hər hansı bir belə deyək, tənbih növünü ağırlığını biraz da artırsın. Bəli, mən belə bayaq qeyd etdiyim kimi qısa və konkret, indi o sualın cavabını Rəşad müəllim daha geniş verə bilər. Çünki qeyd etdiyim kimi qanunvericilikdə deməli orada deməli 300 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci maddəsində təsbit edilmişdir. Deməli rüşvətin həddi vardır. Deməli orada aşağı məbləğdə təqdim edilən rüşvət həddinə görə deməli sanksiya nəzərdə tutulub, yuxarı məbləğdə təqdim edilən rüşvət həddinə görə də sanksiya nəzərdə tutulub. Rəşad müəllim, buyurun zəhmət olmasa. Deməli bu rüşvətlə bağlı onu qeyd eləyək ki, burada bir konkret bir məbləği götürək ki, bəs bu məbləğdən aşağı yuxarı belə bir söhbət. Yəni küllü miqdarda varmı orada? Yəni ki, mən bir məsələni deyim burada sizə. Burada ayrı-ayrı orada korrupsiya cinayətləri var. Orada məsəl üçün dispozisiyalarda göstərilib ki, məsəl üçün bu cinayət küllü miqdarda ziyan vurduqda, bu cinayət xeyli miqdarda ziyan vurduqda. Yəni bu da qanunvericilikdə o məbləğlər göstərilir. Məsəl üçün xeyli miqdar var 1000 manatdan, küllü miqdar var 7000 manatdan. Ancaq yenə deyirəm, burada korrupsiya cinayətində minimal məbləğ göstərilmir. Yəni belə götürək də 10 manat da verilsə, 20 manat da verilsə, rüşvət şəklində bunlar yəni ki, məsuliyyət yaradır. Minimal hədd göstərilmir. Ancaq korrupsiyanın böyüklüyü, yəni ki, o zərər vurmanın böyüklüyü o məsuliyyəti ağırlaşdıran hallara daxil edilə bilər. Rəşad müəllim, buyurun zəhmət olmasa. Bu həm süjetimizlə bağlı, həm də mövzumuzla bağlı münasibətiniz. Korrupsiya cinayətlərində demək ki, məbləğ önəmli rol oynamır. Yəni, məbləğin aşağı həddi, yuxarı həddi yoxdur.
Lakin korrupsiya cinayəti törətmiş şəxsin vurduğu ziyan dairəsi var, ziyan məbləği var. Var müəyyən miqdar var, xeyli miqdar ziyan. Həmin ziyana görə o korrupsiya cinayətinin yüngüllüyü və ağırlığı meydana alınır. Əgər biz bu gün söhbət korrupsiya cinayətindən danışırıqsa, bəğələr o baxdığımız demək o sujetlə bağlı fikrimi bildirim. Həmin sujetdə şəxs gəlir, demək ki, bir neçə dəfə gəlir və işini görməyi asılı olduğun şəxsin süründürməçiliyi və dolayısı yolla məzur etməsi nəticəsində ona rüşvət təklif eləyir və həmin şəxs də onun lazım olan sənədləri imzalayır. Mən bir şey imzalayıb istəyirəm. Əgər həmin şəxs digər şəxsin yazdığı ərizələr əsasında rüşvət almaya görə cinayət məsuliyyətinə cəlb olunursa və sujetdə göstərilən şəxs də müəyyən olunsa ki, həmin rüşvət verənlərin siyasındadır, həmin rüşvət verənin məsuliyyəti ilə həmin rüşvət verən şəxs məsuliyyətdən azad olunmur. Cinayət qanunvericiliyi bir şey tanıyır. Şəxs özü gəlib, müraciət eləyir və onun müraciəti nəticəsində sübut eləyir ki, mən rüşvət vermişəm. Deyir ki, məsələn, müəyyən işləri görəndən sonra, əgər bu şəxs, üzr istəyirəm, rüşvəti verir və rüşvəti verdiyi müqavilədə gedir, tutaq ki, müəyyən bir iş görmür, o işi alınmır, işi düzəlmir, gəlib ona deyir ki, mən sənə filan vaxtı rüşvət vermişdim. Filan işə görə, filan iş alınmadı, pulu qaytar. Bu ondan sonra gəlib, əgər prokurorluq orqanlarına ərizə yazırsa, o hal onu məsuliyyətdən azad eləmir. Rüşvət vermə halı, yəni cinayət baş verirsə və cinayətin nəticəsindən sən bəhrələnirsənsə, həmin bəhrələnmənin nəticəsini görməyəndən sonra sən gəlib hər hansı bir ərizə ilə müraciət eləyirsənsə, rüşvət verən mütləq məsuliyyətə cəlb olunmalıdır. Çox sağ olun. Buyurun. Buyurun, İtiram müəllim, əlavəniz və fikirləriniz varmı? Üzr istəyirəm. Buyurun. Münasibət bildirərdim həmin mövzuya. Çox gözəl qeyd olundu, düzdür, konkret göstərilməyib.